Salam, hörmətli tamaşaçılar, xoş gördük sizləri. Bugünkü verilişimizin qonağı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Beynəlxalq Hüquq Kafedrasının professoru Əfsər Sadıqovudur. Əfsər müəllim, xoş gəlmişsiniz. Sağ olun, təşəkkür edirəm. Əfsər müəllim, bu il Azərbaycan üçün əlamətdar il oldu. Bildiyiniz kimi, dünya miqyaslı COP29 tədbiri Bakıda gerçəkləşdi və 70 mindən çox insan Bakıya gəldi, 50-dən çox dövlətin, hökumətin başçıları, rəhbərləri, nümayəndələri ölkəmizdə səfərdə oldular. Ümumiyyətlə, mən istərdim həm keçirilən tədbir barədə, həm ümumiyyətlə COP-un mahiyyəti barədə fikirlərinizi bildirərdiniz. Təşəkkür edirəm, Anar müəllim. Yəni, doğrudan da bu Azərbaycan dövlətinin beynəlxalq hüquq suverenliyinin realizasi baxımından da çox önəmlidir. Yəni, bir dövlətin avtoritetinin yüksəlməsinin bir elementi onun beynəlxalq münasibətlər sistemində aktiv iştirakı ilə bağlıdır. Və təbii ki, Azərbaycan dövləti, onun rəhbərliyi də bu istiqamətdə çox geniş tədbirlər görür. O cümlədən də ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan dövləti elə deyək də, o ümum qəbul olunmuş standartların həyata keçirilməsi istiqamətində də özünün töhfəsini deməli verir. Və bu istiqamətdə bizdə keçirilən bu COP29-da, yəni bu yalnız Azərbaycanın tədbiri kimi görünə bilirdi, amma bu beynəlxalq birliyin tədbiridir. Birləşmiş Millətlər Təşkilatının üzv olan dövlətlərin tədbiri idi və bu anlamda biz istər-istəməz bu dövlətlərin adətən COP-lar çərçivəsində qəbul etmiş qərarlarına nə qədər bağlı olduğumuzu göstərir. Bir dövlət olaraq beynəlxalq sülhə, təhlükəsizliyə, o cümlədən ətraf mühitin mühafizəsi sahəsində bir dövlət olaraq biz öz töhfəmizdə verdik ki, bizim də burada bir payımız var. Bir dövlət kimi biz də beynəlxalq birliyi narahat edən problemlərin iştirakının, belə deyək, həllində aktiv iştirak edirik. Və bu istiqamətdə hesab edirəm ki, bu tədbir çox yüksək səviyyədə təşkil olundu. O, eyni zamanda da uğurlu nəticələr əldə olundu. Baxmayaraq ki, bəzi dövlətlər burada bu tədbirin keçirilməsini, belə deyək də, qısqanclıqla qarşıladılar. O da təbii həmişə belə deyək, qısqanc dövlətlər var. Çünki bir dövlətin marağı əgər beynəlxalq sferada artırsa, onun nüfuzu artırsa, ona qarşı əks tədbirlər də olur. Amma bütün bunlara baxmayaraq, o yekunda da qəbul olunmuş qərarlar onu göstərdi ki, Azərbaycan dövləti tədbirin keçirilməsinə çox deməli, möhtəşəm deməli, xidmətlərin göstərmiş olur. Mən istərəm siz həm də bir beynəlxalq hüquq mütəxəssisi kimi cavab verəsiniz. Ümumiyyətlə, iqlim dəyişmələri mövzusunda beynəlxalq hüquq nə deyir? Hansı dəyərləndirmələr aparır? Təşəkkür edirəm. Ümumiyyətlə, belə deyək də, bu sahədə əsas tədbirlər Stockholm bəyannaməsinin qəbulundan başlayır 70-ci illərdən keçən əsrin. Xüsusən də BMT-nin yanında o dövrdə qəbul olunmuş iqlim dəyişmələri ilə bağlı deməli, Stockholm bəyannaməsinin 27 prinsipi qəbul olundu. Yəni, bütün ətraf mühitlə bağlı. Və belə deyək, dünyadakı iqtisadi sistemin ekoloji aspekti, ətraf mühitin təhlükəsizliyi aspekti gündəmə gəldi bu dövrdən xüsusilə. Və bundan sonra qəbul olunan beynəlxalq aktların hamısında zərər vuran ödəyir prinsipi əsas norma kimi qəbul olunmağa başladı və eyni zamanda da artıq bu dövrdən məlum olmağa başladı ki, hava qatının, ətraf mühitin mühafizəsi ilə bağlı geniş tədbirlər planları işlənib hazırlanmalıdır. Yoxsa deyək ki, o 1850-ci illərdən, o sənaye inqilablarından sonraki başlayan o istiləşmə effekti getdikcə artacaq. Və buna uyğun da olaraq 1985-ci ildə, misal üçün deyək, azon qatının qorunması ilə bağlı Montreal protokoludur. Daha sonra 1997-ci il artıq konkret olaraq dövlətlər üçün kvota qoyuldu ki, karbon dioksidinin önlənməsi ilə bağlı konkret öhdəliklər götürməlidirlər və həm də o karbon dioksidin beynəlxalq ticarəti ilə bağlı bazarın qurulması nəzərdə tutuldu ki, dövlətlər burada da özlərinin deməli karbon dioksidinin önlənməsi ilə bağlı öhdəliklərin alıb satılması təmin edə bilərdilər ki, bu da yenə də karbon dioksidinin azalmasına xidmət edirdi. Məsələn, bizim kimi dövlətlərdə həmişə orada o müsbət sayda olur bizdə. Yəni, tam istifadə edə bilmirik biz. O karbon dioksidi tam istifadə edə bilmirik. Atılmanı bizdə olmur. Və bu dövrdən başlayaraq artıq ətraf mühitin mühafizəsi ilə bağlı beynəlxalq hüquqda olan, belə deyək, yumuşaq normaların sərt normalara çevrilməsi istiqamətində tədbirlər planları genişlənməyə başladı və eyni zamanda elə bayaq ifadə etməliydim, təbiətin dünya xartiyası deyilən bir xartiya var. Orada deyilir ki, deməli, təbiətdən elə istifadə edilməlidir ki, onu özünü bərpa etmək qabiliyyətini qabaqlamadan təbiətdən istifadə etməlisən. Yəni, bu artıq dövlətlərin konstitusiyalarında ətraf mühit, ekoloji təhlükəsizlik, insan hüquqlarının ətraf mühit hüququnun qorunması ilə bağlı normaların da ortaya çıxmasına gətirib çıxartdı. Yəni, beynəlxalq hüquqda bir normanın oturuşması üçün onun həm də
başqa daha sərt normalara implementasiya olunması, həyata keçirilməsi Bunda limitlər müəyyənləşdirilib. Bəli, tamamilə doğrudur və bu yol artıq ona gətirib çıxartdı ki, 2003-cü ildə Paris Xartiyası artıq yeni bir akt kimi ortaya gəldi. Eləcə də 2015-ci ildə onun yeni bir versiyası və xüsusən də 6-cı maddədə belə deyək də karbon dioksidlə bağlı öhdəliyin tənzimlənməsi. Yəni burada artıq konkret olaraq dövlətlər tərəfindən ətraf mühiti çirkləndirmənin qarşısını almaq üçün həm texnoloji proseslərə girişmək, yəni yeni texnologiyanın tətbiqi, eyni zamanda burada o zərərli qazların önlənməsi üçün maliyyə yardımlarının artırılması öhdəliyi gündəmdə daha çox oldu. Və bu proses BMT-nin iqlim dəyişmələri üzrə o tərəflərin konfransında da artıq yeni bir müstəvidə ortaya gəldi. Hal-hazırda hesablanır ki, belə deyək də 50-ci illərə kimi artıq bütün dövlətlər bərpa olunan enerji resurslarına keçməlidirlər və onun üçün də təxminən hesablayıblar ki, hardasa 38 trilyon dollar, ABŞ dolları vəsait, məbləğində vəsait lazımdır və o vəsait də yəni az vəsait deyil, bizim üçün də məsəl üçün illik vəsaitlər müəyyən olunub dövlət üçün və hesab edirəm ki, biz də bu istiqamətdə həyata keçirilməli tədbirləri görəcəyik. Burada çox önəmli məsələ nədir? Yəni bəzən daha çox məsələnin sırf ekoloji tərəfin diqqətə saxlayırıq. Amma bu ekoloji tərəf burada üst qurumda əsasən. Burada fundament olan əsas deməli fəaliyyət iqtisadiyyatdır. Yəni dövlətləri də birdən-birə o iqtisadi, sosial təminat məsələlərindən üzmə qopartmaq olmaz. Onların iqtisadi maraqları var. Amma iqtisadi maraqlarını da tədricən deməli o bərpa olunmayan enerji resurslarından bərpa olunan enerji resurslarına transfer etmək lazımdır, keçirmək lazımdır və burada da dövlətlərə nə lazımdır? İlk növbədə dövlətlərin iqtisadi statusları fərqləndirilməlidir. Bu beynəlxalq hüquq çərçivəsində hüququ otuzdurulmalıdır. Yəni bir qism dövlətlər sənaye ölkələridir. Bunların çox böyük maliyyə resursları var, texnologiyaları var, universitetləri var, patentləmə var və s. hər şey var bunlarda. Və yəni bunlar qısa müddətdə o şeyə keçə bilərlər. Amma bir qism ölkələr var ki, burada texnologiyası yoxdur, maliyyə resursları yoxdur. Ona görə bu dövlətlər üçün beynəlxalq hüquqda, beynəlxalq münasibətlər bir qism dövlətlər üçün beynəlxalq hüquq üzrə, yəni xüsusən də ticarət, iqtisadiyyat üzrə öhdəlik daşımayan dövlətlər kateqoriyası var. Bu proses genişlənəcək. Hansı dövlətlərdir? Az inkişaf etmiş ölkələr və yaxud da kasıb ölkələr. Bunlara sən belə deyək, texnologiya verməsən, bunlara maliyyə ayırmasan, elə bil ki, problemin bir istiqamətini görə bilirsən. Və ona görə də məsələnin kompleks həll olunması üçün bu dövlətlərə ayırmalar olmalıdır hər il. Necə ki, bizdə indi COP29-da 300 milyard dollar vəsaitin ayrılması ilə yekun aktə qərar qəbul olundu. Məsələn, keçən ildə Almaniya, İtaliya həmin dövlətlərə ayrım etmişdilər. Yəni, o proses güclənməlidir. Niyə güclənməlidir? Məsələ bundadır ki, bu gün deyək ki, neftin, qazın hasil olunduğu ölkələr sənaye inkişaf etmiş dövlətlərə nisbətən daha az inkişaf ediblər. Nədən? Çünki alınan, aparılan resurslar onlara daha çox fayda gətirir. Ona görə əldə olunan gəlir paylaşılmalıdır. Və bu, ətraf mühit istiqamətində də özünü göstərməlidir. Və burada ən önəmli məsələ nədir? Bugün dünya iqtisadi sistemin yönəldən bir neçə beynəlxalq qurum var. Beynəlxalq Valyuta Fondudur, Dünya Bankıdır, eyni zamanda Dünya Ticarət Təşkilatıdır. Bu üç qurum dünya iqtisadi sisteminin kökünü təşkil edir. Və bu qurumlardan da xüsusən Dünya Ticarət Təşkilatında dövlətlər üçün texnologiya mübadiləsində, investisiyaların tənzimlənməsində mexanizmlər artıq qurulub. Məsələn, Dünya Ticarət Təşkilatı çərçivəsində investisiya tədbirləri çox tərəfi saziş qəbul olunub. Və yaxud da ki, yenə də Dünya Ticarət Təşkilatı çərçivəsində əqli mülkiyyət hüquqlarının ticarət aspekti üzrə saziş qəbul olunub. Bu nə deməkdir? Yəni, bugün deyək ki, Amerika Birləşmiş Ştatlarından alınan texnologiya aparılıb Çində kopyalanır, buraxılır. Oradakı o patent sahiblərinin hüquqları pozulur. Ona görə məsələn, Dünya Ticarət Təşkilatından mübahisələrin ən çoxu Çinlə Amerika Birləşmiş Ştatları dövləti arasındadır. Niyə? Yəni, deyir, məndən patenti almısan, qorumaq hökümlülüyünə maliksən o patenti. Və o da Dünya Ticarət Təşkilatının sazişi ilə təmin olunur. Deməli, burada ortaya nə çıxır? Bu hüquqların, yəni texnologiyanın verilməsi ilə bağlı öhdəliklərə sadiq qalmaq, ortaya mübahisə çıxacaqsa, o mübahisələri beynəlxalq hüquqi vasitələrlə həll etmək lazımdır. Yəni, bugün ifadə etdiyim o beynəlxalq təşkilatlar səviyyəsində texnologiyaların verilməsi ilə bağlı dövlətlər daha da ciddi formada o sazişlərə sadiq qalmalıdırlar. Əksi halda hüquqi müdafiə mexanizmi olmadıqca texnologiyanın mübadiləsi olunur. Və bugün bilirik ki, dünya iqtisadi sistemində texnoloji şpiyonaj çox ön sıralardadır. Niyə? Çünki inkişafın parametri müəyyən edilir, inkişafın səviyyəsi müəyyən edilir. Ona görə bu texnoloji ticarət
hüquqi təminata oturulmalıdır. Daha sərt, daha ciddi qaydada oturulduğu halda mübadilə olacaq. Yəni mən patent sahibiyəm, oturmuşam Amerika Birləşmiş Ştatlarında, Almaniyada. Mənim üçün fərq etmir o texnologiyam harda tətbiq olunsun. Yetər ki, mənim haqqım qorunsun. Mənim oradan dividendim gəlsin, payım gəlsin. Onda mən belə deyək, patenti satacağam, verəcəm, icarəyə verəcəm, kirayə verəcəm. Bunlar da dövlət daxili qanunvericilik aktları ilə mümkündür. Çünki beynəlxalq ticarətin öz kuralları var. Və burada da bizim üçün də dövlət, ayrıca dövlət kimi yəni biz də təbii ki, əgər Dünya Ticarət Təşkilatına üzr istəyirəm, daha doğrusu bu texnoloji yeniliyə keçmək istəyiriksə, yəni COP-da qəbul olunmuş o dünya iqlimindəki o 1.5 Selsi dərəcə istilənməyi azaltmağa da biz əgər xidmət etmək istəyiriksə, deməli bərpa olunmayan enerji resurslarından bərpa olunana keçməliyik. Orada da bizə artıq deməli ənənəvi o resurslarla ticarət sərf etməyəcək. Biz ya fabrikat, ya da yarım fabrikat ticarət segmentinə keçməliyik. O segmentə keçəndə də sənin bazarın olmalıdır. O bazarın təminatları da Dünya Ticarət Təşkilatı verir. Niyə verir? Çünki Dünya Ticarət Təşkilatının üzvü olan kimi avtomatik olaraq mövcud vəziyyətdən daha əlverişli ticarət rejiminə keçirsən. Yəni biri var, girirsən Avropa bazarına, Dünya Ticarət Təşkilatına üzv deyilsən, köhnə qaydalarla və yaxud da aşağı qaydalarla ticarət etmək zorundasan. Orada sənə əlavə verici gələcək, rüsum gələcək. Onda sənin malın, əmtin qiyməti daha baha olacaq, satış qabiliyyəti olmayacaq. Deməli, Azərbaycan məcburən Dünya Ticarət Təşkilatına üzv olmalıdır ki, o ticarət klubunun gətirdiyi rüsum, vergi, rejim üstünlüyündən faydalansın. Bu da çox önəmli məsələlərdən biridir. Hesab edirəm ki, biz də gələcək yaxın vaxtlarda, yəni istər-istəməz biz, düz deyil, dünya yəni çox yaxın vaxtda neftdən, qazdan belə deyək, qurtulmayacaq. Yəni, çünki inkişaf da göstərir ki, elə təxminən yaxın, nə bilim, belə deyək, 2054-50-ci illərə qədər hələ bu resurs artacaq. Təxminən bir 20-25% yenə də artacaq, tələbat var. Amma biz həm də perspektiv qoymalıyıq. Artıq Avropa İttifaqı ölkələri, məsələn, yaşıl enerji vergisi. Yəni bir hədəf qoyublar. Bəli, bəli. Yəni, çünki Almaniyanın özündə görürsünüz ki, hətta böyük avtomobillər belə şəhərdə elektrik, ya hibrid ya da elektrik enerjisindən istifadə edirlər. Yəni, bu da ətraf mühitin qoruyan ölkələr, özünə hörmət edən ölkələr bu yoldadır. Yəni, biz də hesab edirəm ki, o yolu götürmək zorundayıq. Ona görə də biz dünya ticarətinə nə ilə girəcəyik, hansı malla, hansı əmti ilə girəcəyik, onu özümüz üçün müəyyən etməliyik. Yəni, prezidentin dediyi kimi, belə deyək də, təbii resursların əqli mülkiyyətə keçirilməsi. Yəni, bu sürətli getməlidir bu proses. Və burada da hesab edirəm, ifadə etdiyim kimi də, yəni bizim o müvafiq beynəlxalq təşkilatlara üzvlük məsələmizdə yaxın vaxtda yəqin ki... Amma Əfsər müəllim, mən Azərbaycan bu son layihəmizlə bağlı bir sıra bölgənin, xüsusilə Naxçıvan Muxtar Respublikasında olduğum və Qarabağ Şəhər Zəngəzur'a getdik. Orada yaşıl enerji zonaları ilə maraqlandıq. Yəni, belə deyək, bərpa olunan enerji mənbələri ilə bağlı dediniz. Qafqazın ən böyük günəş stansiyası Naxçıvandadır hazırda. Ümumiyyətlə, Azərbaycan son illər bu sahədə çox ciddi addımlar atır. Hətta o müvafiq bir nazirliyimiz də var, yəni qurumumuz da var, alternativ enerji mənbələri üzrə dövlət agentliyi. Amma mənə maraqlıdır, yəni Azərbaycan, siz hüquqi nöqteyi nəzərini izah edirsiniz. İstər beynəlxalq sferada, istər Azərbaycanda bunun hüquqi, normativ hüquqi aktları necə tənzimlənirmi artıq? Yəni buna doğru gedilir, addımlar atılıbmı? Yəni söhbət gedir ki, bərpa olunana keçmək istiqamətində. Əlbəttə, bu çox ciddi problemdir. Bayaq onun üçün o dediyim ki, burada normalar hələ yumşaq normalardır. Yəni bir ölkənin iqtisadi sistemi əgər yəni əhalisinin saxlanmasıdır, sosial güvənliyidir, təminatıdır, köhnə modeldə gedirsə, birdən-birə sən onu qoparda bilməzsən ki, orada. Sən onun üçün birinci burada bunun keçidi təşviq edən texnologiya gətirməlisən, onu inkişaf etdirməlisən. Bundan sonra o normalar qəbul olub konkret sərt standartlar tətbiq olunmalıdır. Yəni bizdə də var, qanunvericiliyimizdə var. Yeni texnologiya keçidlə bağlı, bərpa olunan enerji resursları ilə bağlı qanunvericilik aktlarımız var, qəbul olunub. Amma heç şübhəsiz ki, bir qanunun işləməsi üçün nə lazımdır? Texniki filan və maliyyə. İstənilən qanun üçün, normativ akt üçün bu lazımdır. Yəni, əgər o maliyyə resursu yoxdursa, o qanunu hay qəbul elə. Çünki iqtisadi maraqlar, təminat maraqları hələ ki, ətraf mühiti qorumaqdan daha çoxdur. Əgər insanın biri acıdırsa, ona sən ətraf mühitin qorumaq mədəniyyətini necə başa sala bilərsən? O anlamda heç şübhəsiz ki, və dövlətin rolu burada bundan, dövlətin sosial təminat funksiyası var. O da məhz orada odur ki, birinci o əhalisinin maddi təminatını eləyir, sonra tədricən o mədəniyyəti formalaşdırır. Burada maarifləndirmədir, burada təhsil, yəni ətraf mühitin qorunması ilə bağlıdır. Yəni biz
hökm deyil ki, deyək ki, o karbon dioksidlə bağlı birdən-birə öhdəlik götürək. Azca orta məktəblərimizdə şagirdlərimizə deyək ki, maarifləndirmə ilə bağlı hansı tədbirlər görməliyik. Bizim su qaynaqlarımız, axar sularımızın ətrafında etiraf eləyək ki, bu gün də hələ də çirkləndirmə elementləri çox var. Yəni bunun özü bir maarifləndirmə, bu istiqamətdə bir ciddi maarifləndirmə aparılmalı. Yəni orta məktəblər üçün Təhsil Nazirliyi xətti ilə, digər qurumlarımız xətti ilə, ictimai heyətlər xətti ilə bir monitorinq sistemi də qurulsa çox yaxşı olar. Yəni tələbələri belə deyək, bu istiqamətli iməcliklərə yönəltmək, şagirdləri bu istiqamətli tədbirlərə yönəltmək özü də yəni gələcəkdə əhalimizin, sosial qruplarımızın, yəni dövlətimizin o girmiş olduğu o böyük öhdəliyin altından birlikdə üzə çıxartmaq lazımdır. Sizin fikirlərinizdən bu məntiqi nəticəyə gəlmək olur ki, ümumiyyətlə COP çərçivəsində qəbul edilən qərarlar beynəlxalq hüququn mənbəyi olacaq. Heç şübhəsiz. Yəni hətta ola bilərmi? Yəni biz deməli o paneldə çıxış etdikdə, QHT-lərin panelində çıxış etdik. Orada da ifadə eləmişdim ki, yekun aktda təsbit olunan yekun qərarlar bu artıq yumşaq da olsa beynəlxalq hüquq üzrə qəbul ediləcək öhdəliklər üçün bir növ əsas kimi çıxış eləyə bilir. Yəni artıq belə deyək də, beynəlxalq hüquq normaları necə qəbul olunur? Əvvəl bir siyasi istək olur. Siyasi istəkdə bir bəyannamələr, fikir ifadəsi olur. Ondan sonra artıq onlar gətirilir, konkret öhdəliyə çevrilir. Və burada da heç şübhəsiz ki, artıq bir normanın məcburiliyi hardan yaranır? Ümumi ictimai iradədən. Yəni dövlətlər artıq başa düşürlər ki, bu sistemlə davam etmək mümkün deyil. Deməli, nə etmək lazımdır? Hər birimiz üçün, bayaq ifadə etdiyim kimi, iqtisadi statusumuza uyğun olaraq, yəni sənaye dövlətiyəm, mənə daha çox. İnkişaf etməkdə olan dövlətəm biraz az. Kasıb ölkədə onun üçün öhdəlik müəyyən etmədən və əlavə üstünlük, belə deyək, imtiyazlar tanıyaraq bir çərçivə sazişi qəbul edəyik. Və bu çərçivə sazişinin qəbul olunmasında da şübhəsiz ki, bu siyasi normalar əhəmiyyətli olacaq. Bunlar sərt normalar üçün, deyək ki, hər bir dövlətin iqtisadi inkişafına uyğun olacaq, normaların qəbul olunmasını da təşviq etmiş olacaq, ona aparacaq. Yəni ilk, belə deyək də, dövlətlərin iqtisadi maraqları, əhalisinin qarşısındakı iqtisadi öhdəlikləri biraz həmişə o qabaqda gedir. Yəni ətraf mühiti qorumaq mədəniyyəti biraz arxa planda gəlir. Amma nə vaxt artıq ki, görür ki, artıq bunun zərəri çıxır ortaya, o iqlim dəyişiklikləri, faciələr, su basmalar filan, onda artıq başa düşüblər ki, hə, bu yolda yol deyil. Deməli, dövlətlərin iqtisadi maraqları, belə deyək, o əhalisi qarşısında sosial təminat deməli funksiyası bir qayda olaraq onların ətraf mühiti qorumaq mədəniyyətini üstələyir həmişə. Bu həmişə belə olub. Amma buna baxmayaraq indiki o son hadisələr, ətraf mühitin dəyişilməsi ilə bağlı o təbii hadisələr istər-istəməz ona gətirib çıxarır ki, fəlakətlər ona gətirib çıxarır ki, artıq bu yolda, yəni bu iqtisadi inkişaf yolda yol deyil. Və ona görə və bu qlobal xarakter aldığı üçün də o Gold Stream problemi, digər məsələlər artıq dövlətlər qəbul etməyə başlayıblar ki, yəni Şimal Buzlu Okeanının əriməsi, yəni hamısı bura artıq diqqət yetirməyə başlayıblar ki, bu yol daha böyük faciələrin meydana gəlməsinə səbəb olacaq. Burada artıq kiminsə iqtisadi marağı əhəmiyyətli olmayacaq. Ona görə o qlobal olan bir təhlükəni üstələmək üçün şübhəsiz ki, bu dövlətlər özlərinin məhdud iqtisadi maraqların qurban vermək zorundadırlar. Və burada artıq bu bəyannamələr, qəbul olunmuş aktların daha sərt normalara transformasiya olunması zərurəti ortaya çıxır. Deməli, qəbul edilməli elə bir akt olmalıdır ki, orada hər bir dövlət üçün yəni ondan vaz keçilməyəcək bir istiqamət müəyyən olunmalıdır. Necə ki, misal üçün, digər sahələrdə var da, məsələn, müqavilələr hüququ haqqında Viyana konvensiyası var, 69-cu il. 27-ci maddəsində deyilir ki, dövlət daxili deməli məsələləri əsas gətirərək beynəlxalq öhdəlikləri poza bilməzsən. Və burada da ekologiya sahəsində, ətraf mühitin mühafizəsi sahəsində də bu tədbirlər genişlənməlidir. Necə ki, məsələn, Beynəlxalq Ədalət Məhkəməsinin ayrıca bir ətraf mühitlə bağlı mübahisənin həlli palatası fəaliyyət göstərir. Yəni, bu getdikcə beynəlxalq ictimaiyyət üçün ətraf mühitlə bağlı mübahisələr ortaya çıxacaq, bunların mübahisənin həlli ilə bağlı məhkəmələrə müraciət mexanizmi ortaya çıxacaq və bu proses getdikcə sırf beynəlxalq hüquq müstəvidə formalaşmağa başlayıb. Və dediyim kimi, bayaq ifadə etdim, artıq o keçən əsrin 70-ci illərindən qoyulan problemlər, xüsusən də o dövrdə yenə də Birləşmiş Millətlərin həm ətraf mühit üzrə ixtisaslaşdırılmış müəssisələri formalaşmağa başladı. Eyni zamanda digər ixtisaslaşmış müəssisələri Beynəlxalq Valyuta Fondudur, Dünya Bank sistemindədir, o cümlədən ixtisaslaşmış müəssisələri Beynəlxalq Atom Enerjisi Agentliyidir. Bunların artıq bu sahədə standartları, texniki standartları formalaşdırılıb. Və o standartlar artıq dövlətlər üçün, məsələn, texniki təhlükəsizlik haqqında qanunvericiliyimizdə də otuzdurulub. Və bu getdikcə bu proses artır. Yəni ətraf mühitlə bağlı, hətta
Dünya Ticarət Təşkilatının özünün hüququnda, məsələn, tariflər və təcavüzə baş saziş var. Orada da məsələn, ətraf mühitin mühafizəsi naminə ticarət üzrə götürülmüş öhdəliklərdən imtina olunması nəzərdə tutulub, qatının 20-ci maddəsində. Bu özü də o göstərir ki, dövlətlər buradakı problemlərin getdikcə daha təhlükəli həddə gəlib çatmaması üçün o iqtisadi maraqların, yəni dar iqtisadi maraqların qurban etmək zorundadırlar. Yoxsa bütün bəşəriyyət üçün çox ciddi problemlərin meydana gəlməsi istisna deyil. Belə çıxır ki, onda bu beynəlxalq cəza metodologiyası da yəni artıq tətbiq olunmağa doğru gedəcək. Yəni bu ona gətirib çıxardır ki, məsələn bu siz dediyiniz məsələ artıq hər bir fərdin, hər bir bəşəriyyət üzvünü düşündürən bir məsələdir. Çünki bu bir regional bir problem deyil ki, deyəsə hansısa bir ölkə tərəflər, qütblər bununla məşğul olsun və bu COP-un mahiyyəti də ondadır ki, COP-a ciddi yanaşılmalıdır və bu sizin fikirlərinizdən ona gəlib çıxır ki, COP ciddiyə alınmalıdır, bəşəriyyətə bu günə qədər ətraf mühit məsələləri xeyli arxa plana qoyulub, amma artıq yəni bundan belə deyək, bunu zarafat etmək vaxtı deyil artıq. Yəni elə bir artıq proqnozlar təhlükəli bir sərhəddə proqnozlar verilməyə başlayır ki, məsəl üçün bu gün deyək ki, bir dövlət özünə divar tikməklə əhalisi hüquqlarını qoruya bilməyəcək. Niyə? Çünki qonşu dövlətdə əgər aclıqdırsa, quraqlıqdırsa, o əhali hətta o divarın üstündən aşıb gələcək ora. Deməli, sən öz təhlükəsizliyi lokal səviyyədə həll edə bilməzsən. Qonşu dövlətlərindəki problem artıq sənin problemidir. Yəni, ətraf mühitin mühafizəsi bu transsərhəd xarakterli problemdir. Bir dövlətin sərhədi ilə bu, belə deyim, müşahidə olunmayan problemdir. Ona görə artıq beynəlxalq birlik, onların deməli, elm mərkəzləri, ictimaiyyəti artıq qəbul etməyə başlayıblar ki, deməli, o ümumi problemin həlli üçün hamı əlin daş altına qoymalıdır. Və bu anlamda da gərəkirsə həm maliyyə ayırmalıdırlar, texniki, təhlükəsizlik standartlarını yeniləməlidirlər, eyni zamanda da beynəlxalq birliyin hansı dövlət ki, o öhdəliyin, müəyyən olunacaq öhdəliklərin yerinə yetirilməsində iştirak etmək istəmir və yaxud da etmirsə, onların da öhdəliyə gətirilməsi mexanizmlərin daha aktiv formada işə salmalıdırlar. Təşəkkür edirəm Əsər müəllim. Sağ olun. Bizə vaxt ayırdığınız üçün. Buyurun. Belə, hörmətli tamaşaçılar, bir daha qeyd edim ki, verilişimizin qonağı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin Beynəlxalq Ümumi Hüquq Kafedrasının professoru Əfsər Sadıqov idi. Əlavə edim ki, veriliş Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar İctimai Birliyinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasında yaşıl enerji zonaları hüquqi dəyərləndirmələr layihəsi əsasında çəkilirdi. Sağ olun, gələn görüşlərədir.